xatırlayasınız. Mütləq oxuyacağım. Xatırlayın ki, unutmayın. Getdiyiniz yerdə də təbliğ eləyəsiniz, danışarsınız. Çox. Adını bir adını zikr eləsəz, o böyük işdir. Onu cəmin yaşayacaq. Bir dənə cəmin. Çox sağ olun. Cəmiyyət olaraq. Ceyhundan danışmaq mənə çox ağırdır, doğrudan. Belə danışıram, belə. Haqlı sözlər o deyil, ancaq ürəyimdən gələn sözlər. Bir ölü də demək istəmir. Şəhid haqqında ölü sözlər deyiləm. Bu sözlərinin hamısı deyil. 26 il, 4 ay, 10 gün, 4 saat ömür yaşayan Ceyhun, Göygölün ətəyində yerləşən Böyük Nizamini, Məsləti xanımın qəbirlərini, Vətəni, İmanşunun şəhərinin, Gəncə şəhərində həlim bir may səhərində anladım. Görün, necə təzadlı həyat yaşayıb. Gəlib 20-ci ildə 2-ci Qarabağ müharibəsində bunun taliyinə düşən yazılan zarı talibi oluyordum. Bir sərin, o vaxt 20-ci ildə payız necə sərin? Bir sərin payız səhərində, Taxılolluq işçilərinin peşə bayramı günündə, nəhəng Füzulinin adını daşıyan torpaqda şəhid. Ceyhunlar, Ceyhun, cəm şəhidlərə Allah edir. Mən çıxışlarımda heç vaxt baş Ceyhun deyirəm. Deyirəm Ceyhunlar, şəhidlər. Qarabağa qalmağa getmələr. Onlar Qarabağda ancaq əbədi qalır. Ceyhunlar, şəhidlər həyatda, Qarabağda, bu müharibədə şəhid olaraq əbədi qaldılar, bizə əbədiyyət. O şəhidlər özləri əbədiyyət xalq üçün. Ceyhunlar Qarabağa gedəndə hər bir cavanların, bütün şəhid arzuları, xəyalları var. Ana sevgisi var, özlərinin sevgisi var. Şəxsən Ceyhun öz sevgisini tərəzinin bir gözünə qoyur. Anasının özünün sevgisini. Vətən sevgisini tərəzinin digər gözünə qoyur. Vətən sevgisi çox ağır gəldi. Vətən seçdi və vətən uğrunda canını şəhidlər, tədbirlərdə eşidirlər. Biz heç bura elə insanlar gəlib ki, yüksək vəzifəli şəxsiyyətlər. Onlar deyir, biz sosial şəbəkədən Ceyhunu tanımışıq. Ailəni tanımadan sosial ağarttı saçlarımı evlad etkisi ananın, kararttı dünyasını evlad etkisi ananın. Kurban etti torpağına vətənin evladını, en uca zirvelere yazdırdı ana adını. Kurban etti torpağına vətənin evladını, en uca zirvelere